Qardaş, qalan alım canım, mənə Hüseyin Əskərov yoldaş lazımdır. Bəndəniz telefonda. Bu insanı qadan alım. Salam belə ki, qardaş tanımadı. Aleykə salam, tanıya bilmədim. Bu, necə tanıyanmadın? Və keçən il sənə cəhənnəmdən zəng eləməmişdi. Allahım, daha kimlər qaldı bura zəng etməmiş. Aşçı, indi hansı cəhənnəmdən zəng olsan, yenə İngiltərə cəhənnəmidir? Yox, qardaş, bu dəfə cənnətdən zəng eləyirəm sənə. Ha, özdə Hindistan cənnətindən. Ha, Bu nə tər oldu? necə nətər oldu? Və sənə danışmamışam. Bax, o Naxçıvandan gələn müfəttiş ki vardı ha. Burada bütün yanacağı elə çatdı dağıtdı ki, qır qazanlarının altını yandırmaq mümkün olmadı. Zəqqum ağaçlarını dibindən kəsdirdi. Belə ki, bizim məcbur qalıb köçdülər cənnətə. Ha, indi cənnətdən sənə zəng eləyirəm. Ha, o kişi olmasaydı, indi siz də bizim yanımızdaydınız. Ne üçün? Mən deyim, sən də qulaq as. Belə ki, Dəccal gəlib, yer üzünü səyahət eləyəndən sonra belə qərara gəldi ki, yer üzündə həyat silinməlidir. Ona görə də İsrafilə xəbər göndərdi ki, surunu çalsın. Qardaş, nə qədər suru axtardılar, əndən döndər, o yana, bu yana, suru tapa bilmədilər ki, bilmədilər. Ne üçün? Ha, ona görə ki, o müfəttiş vardı, Naxçıvandan gələn müfəttiş. Surun nisavazda çırpışdırıb bastırmışdı, ha. Ha, sur filan yoxdur. Yox, rahat yaşaya bilərsiniz. Ha, sur filan çalınmayacaq. Ha, qardaş. Və indi orada neymişsiniz, necədir vəziyyət? Qardaş, Cənnəti deyirəm də. can vətəndaşam rəylidir. Necə? Yəni ki, hurilərlə qılmanlar bir yerdə əl-ələ verib oynayırlar. O tərəfə gedirlər, bu tərəfə gəlirlər. Hindiri-gindo, hari-gindindo. Hindiri-gindi, hari-gindindo. Belə bir yaşayırıq da. Bura bax, Qayca, hurilər kimdir, qılmanlar kim? hurilər müxalifətdir, qılmanlar da iktidar. Ha. Deyəsən cənnətdə salıb oxuyurlar axı, nə havasıdır elə? Nə havasıdır? Əvvəllər bizə nə çalırdılarsa heyvacılı oynayırdı. Amma indi bizə deyirlər ki, oynama şıkıdım şıkıdım, oynama şıkıdım şıkıdım. Amca girersin, başkası olmaz, kendin ol. Böyle çok daha güzelsin. Ya gel bana sahibi sahibi, ya da amca gidersin. Anasının kuzusu, yerinin köşesi, köşkünün yakası, köpekli senin, senin. Oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım. Ah yanar döner acayip. Oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım. Ah yanar döner acayip. Nerede divarim, biliyorum sonunu. Sana uğruna vidarim, beğenmedim oyununu. Nerede divarim, biliyorum sonunu. Sana uğruna vidarim, beğenmedim oyununu. Oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım. Ah yanar döner acayip. Oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım, oynama sıkıdım sıkıdım. Ah yanar döner acayip. Ha, Bura bax, cənnətin durumu necədir? Şahsı durumunu deyirəm, düşünüb daşınırsınız ya yox? Yo, qardaş, biz daşını belə bilirik. Cənnətin başçısı rizvan düşünür, biz də daşınırıq. Necə yəni daşınırıq? Adam daşınırıq da. Cənnətdə olan o bəzi plakatlar var ki, ha.
onu qalıyırıq üst-üstə o deyini yandırırıq, saat 7-də. Elə bir kimsə şüar deyir axı. Hə, cəhənnəmdən tədə gəlir. Hələ başa havalıdır. Yaşasın demokrasiya! Yaşasın azadlık! 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 Elə daha sənə menüyünü deyim. Ah, qardaş, saf dürük, yarı səhər yeməğimiz, ha? Səhər yeməğimiz bir dili xurmadır. Nahara Uncle Ben. Akşam yeməyinə də, şama da, bilirsən nədir? Sazənin son ilə təvam edin. Şərəzdəki ağzınıza layiq. Amiko fıstık.